Qərb sanksiyalarının sərtləşdirilməsi fonunda Türkiyə Rusiyanın Urals markalı xam neftinin idxalını oktyabr ayı ilə müqayisədə 1/3 qədər azaldıb. Bu, Türkiyə neft emalı zavodlarını alternativ mənbələrə yönəlməyə məcbur edib. Kepler və LSG məlumatlarına görə Urals neftinin idxalı gündə 100 min barel azalaraq 200 min barelə düşüb. Avropa Birliyi ölkələri 2022-ci ildən Rusiya enerji resurslarından imtina etdikdən sonra Türkiyə Rusiyanın ən iri neft alıcılarından birinə çevrilmişdi. Hazırda isə ABŞ-ın Lukoil və Rosneft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Türkiyə emal zavodları üçün uyğun təchizatçıların sayı azalır. Bundan əlavə, 2026-cı ilin yanvarında qüvvəyə minəcək Avropa İttifaqının Rusiya mənşəli yanacağa qadağası da Türkiyə şirkətlərini alternativ mənbələr axtarmağa məcbur edir. Son məlumatlara əsasən, Türkiyə artıq Qazaxıstanın SPS Blend və Kepco, eləcə də İraqın Basra neftinin idxalını artırıb. Noyabr ayında Türkiyə gündə 105 min barel SPS Blend alıb ki, bu da 2024-cü ilin fevralından bəri ən yüksək göstərici hesab olunur.